Bakı Dövlət Universiteti və Gənclər İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 2 fevral Azərbaycan Gənclər Gününə həsr olunmuş ümummilli lider Heydər Əliyevin, gənclər siyasəti və Prezident İlham Əliyevin gələcəyə strateji baxışı kontekstində Güclü dövlətin təməli Azərbaycan Gəncliyi adlı forumun açılış mərasimi keçirilib. Açılışdan əvvəl gənclər və könüllü təşkilatlarının, gənclər evlərinin təcrübə və könüllü proqramlarının sərgisinə baxış olub. Bakı Dövlət Universitetində təşkil olunan açılışda əvvəlcə dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra dövlət gənclər siyasətinə dair video şərh nümayiş olunub. Açılış mərasimində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Gənclər və İdman naziri Fərid Qayıbov, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev, Prezident mükafatçısı Bakı Dövlət Universitetinin məzunu Günay İmanzadə və Prezident təqaüdçüsü Bakı Dövlət Universitetinin 2025-2026-cı tədris ili üzrə ən yüksək balla qəbul olmuş tələbəsi Çiçək Hümmətli çıxış ediblər. Həmçinin ilin gənc alimi müsabiqəsinin nəticələri elan olunub və qaliblər təltif ediliblər. Universitetin ictimai həyatında fəal iştirak edən bir sıra tələbələrə, gənclər təşkilatlarının üzvlərinə təşəkkürnamələr təqdim edilib. Tədbir Bakı Dövlət Universitetinin tələbələrinin Gənclər Günü münasibətilə hazırladığı bədii proqramla davam edib. Tədbir dövlətçilik, təhsil və elm, Azərbaycan gəncliyinin strateji missiyası mövzusunda panel müzakirəsi ilə başa çatıb.